bizim ideoloji immunitetimiz yaranandan sonra artıq cismani bədənimizin immuniteti də güclü olur və gələn istənilən xəstəliyə, nə bilim, infeksiyaya, soyuq dəymə, qrip və s. beləxir onlara qarşı fiziki bədənin immuniteti olur. Amma adam da var ki, hər hadisədən üzülür, hər hadisə ona pis təsir eləyir. Heç özünə aid olmayan hadisələr belə ona təsir eləyir. Çünki onun özünə aid travması var, özünə aid stresi var, şuuraltı idarəedici stresi var. O həll olunmayıb. O orada ilişib qalıb. Və onun üstünə düşünün ki, o bizdə qəşəng söz var ya, səbir kasamda oldu. Səbir kasası əslində elə bizim o streslərin toplandığı bir, belə deyək də, virtual bir kasadır. Sonra dolur. Artıq özünə aid və ya kənar bir stresə və yaxud da ki, hadisəyə yer qalmayıb ki, orada onu qəbul eləsin. Artıq bir damcı insan sadə bir şeydən üzülə bilir, ağlaya bilir. Abi düz deyirsən. Sən ağlama yine, sən iş başındasan, ağlama yine. Ağlamıram.